Hər vaxtınız xeyir. Bu buraxılışda da ən vacib və gündəmdə olan xəbərləri diqqətinizə çatdıracağım. Sərhəd rejimi, miqrasiya məsələləri, yeni aviareyslər, iqtisadi və hüquqi yeniliklər haqqında ən operativ məlumatları vaxtında almaq istəyirsinizsə, həm mənim bu YouTube kanalıma, həm də ZM Novosti Azərbaycanı Telegram kanalıma abunə ola bilərsiniz. Burada xəbərlər və məlumatlar daha dolğun, daha operativ və rəsmi mənbələrə əsaslanır. Kanalların linki videonun aşağısında, yəni açıqlama hissəsində və ilk şərhdə yerləşdirilib. İndi isə xəbərlər. Bu dəfəki buraxılışımız 9 may tarixinə təsadüf edir və məhz buna görə də söhbətə 2-ci Dünya müharibəsində qazanılmış qələbədə Azərbaycan xalqının rolundan başlamaq istəyirəm. Heç kəsə sir deyil ki və əminliklə demək olar ki, bu böyük zəfərin əldə olunmasında Azərbaycan xalqının töhfəsi danılmazdır. Cəbhədə yüz minlərlə Azərbaycanlı döyüşərək misilsiz qəhrəmanlıq göstərmiş, arxa cəbhədə isə insanlar gecə-gündüz çalışaraq ordunu təmin etmişdilər. Xüsusilə Bakı nefti müharibənin taleyini müəyyən edən əsas amillərdən birinə çevrilmişdi və Sovet ordusunun fasiləsiz hərəkəti üçün həyata əhəmiyyət daşımışdı. Azərbaycanlı əskərlər və zabitlər müxtəlif cəbhədə igidlik nümunələri göstərərək adlarını tarixə qızıl hərflərlə yazıblar. Bütün bunlar bu müharibəni xalqımız üçün yalnız bir savaş deyil, həm də birlik, fədakarlıq və qürur simvoluna çevirib. Elə bu mövzunun davamı olaraq qeyd edim ki, ötən il qələbənin 80 illiyini həsr etdiyim Qələbənin Qanı sənədli filmində 2-ci Dünya müharibəsində Azərbaycanlıların unudulmayan qəhrəmanlıq səlnaməsini təqdim etmişəm. Filmdə ön cəbhənin neftlə təmin olunması üçün arxa cəbhənin tükənməz əməyi, eləcə də xalqımızın misilsiz şücaəti geniş şəkildə əks olunubdur. Bu ekran işi vasitəsilə xalqımızın müharibədəki həlledici rolunu yenidən gündəmə gətirməyə çalışmışam və neftimiz, əməyimiz və minlərlə soydaşımızın qanı ilə yazılan qələbəyə aparan yol bu filmdə canlandırılıb. Qeyd edim ki, filmin linki bu videonun açıqlama hissəsində yerləşdirilibdir və linkə daxil olaraq filmi izləyə bilərsiniz. Qazaxıstanın Nəqliyyat Nazirliyi 2024-cü il Aktau yaxınlığında Azal aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanı dayandırmayıbdır. Bu barədə qurum öz açıqlamasında bildirib. Nazirlik qeyd edib ki, istintaq bütün prosedurlara uyğun şəkildə davam etdirilir və yekun hesabat ictimaiyyətə təqdim olunacaq. Rəsmi açıqlamada vurğulanır ki, Azal aviaşirkətinə məxsus Embraer 190 tipli hava gəmisinin qəzaya uğraması ilə bağlı yaradılmış komissiya öz fəaliyyətini Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 13-cü əlavəsinə uyğun olaraq davam etdirir. Araşdırma başa çatdıqdan sonra isə yekun hesabat Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinin rəsmi internet səhifəsində dərc ediləcək. Hesabatda qəzanın səbəbləri, həmçinin komissiyanın nəticəsi və tövsiyələr əks olunacaq. Xatırladım ki, Azal aviaşirkətinə məxsus Embraer 190 tipli sərnişin təyyarəsi 2024-cü il dekabrında Bakı-Qrozno reysini yerinə yetirərkən Aktau şəhəri yaxınlığında qəzaya uğrayıbdı. Təyyarənin göyərtəsində 67 nəfər, 62 sərnişin və 5 ekipaj üzvü olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızstan vətəndaşları idi. Qəza nəticəsində 38 nəfər həyatını itirib. Qeyd edim ki, 15 aprel tarixində Rusiya və Azərbaycan Xarici İşlər Nazirlikləri tərəfindən yayımlanan birgə bəyanatda hadisənin Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində baş verdiyi bildirilib və tərəflərin, o cümlədən kompensasiyaların ödənilməsi məsələsi daxil olmaqla nəticələrin tənzimləməsi üzrə razılığa gəldiyi qeyd olunub. Rusiya hökuməti ölkəyə daxil olan xarici vətəndaşlardan biometrik məlumatların toplanması üzrə eksperimentin müddətini 31 dekabr 2027-ci ilə qədər uzadıb. Qərar hüquqi informasiya portalında dərc olunubdur və qeyd edim ki, eksperimentin ilkin olaraq 30 iyun 26-cı ildə başa çatması nəzərdə tutulurdu. Müddətin uzadılması əldə olunan müsbət nəticələr, həmçinin sərhəd keçid məntəqələrinin modernləşdirilməsi və biometrik identifikasiya sistemlərinin proqram təminatının təkmilləşdirilməsi zərurəti ilə izah olunur. Eksperiment 1 dekabr 2024-cü ildə başlanıb və ilkin mərhələdə Moskva və Moskva vilayətindəki beynəlxalq hava limanları, eləcə də Orenburg vilayətində yerləşən Maştakova avtomobil keçid məntəqəsi daxil olmaqla bir sıra sərhəd keçid məntəqələrində tətbiq
edilirdi. 30 iyun 2025-ci ildən etibarən əlavə mərhələ tətbiq olunubdur və bu mərhələ çərçivəsində vizasız qaydada ölkəyə daxil olmaq istəyən şəxslər səfərin məqsədi barədə əvvəlcədən elektron bildiriş təqdim etməli və biometrik məlumatlarını verməlidirlər. 1 dekabr 2025-ci ildən isə texniki imkan olan bütün sərhəd keçid məntəqələrində bu sistem tətbiq edilir. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə 2026-cı ilin əvvəlindən ölkədə yaşayan xarici vətəndaşlarının sayı təxminən 5,7 milyon düşüb. Bu, illik müqayisədə 10% azalma deməkdir. Azalmanın əsas səbəbləri arasında azyaşlı əcnəbilərin sayının təxminən 1/4 azalması və ölkədə qalma müddətlərinin sərtləşdirilməsi göstərilir. Belə ki, 1 yanvar 2025-ci ildən etibarən vizasız rejimlə Rusiyaya daxil olan xarici vətəndaşların ölkədə qalma müddəti bir təqvim il ərzində 90 gündən artıq ola bilməz. Əvvəllər bu müddət yarım il ərzində 90 gün təşkil edirdi. Dövlət Dumasında xarici vətəndaşların Rusiyada saxta təhsil fəaliyyəti ilə bağlı inzibati məsuliyyətə cəlb olunmasını nəzərdə tutan qanunvericilik təşəbbüsü irəli sürülübdür. Müvafiq layihə Yeni İnsanlar fraksiyasının deputatları tərəfindən hazırlanaraq hökumətin rəyinə təqdim edilibdir. Təşəbbüsə əsasən ölkəyə giriş məqsədi kimi təhsil göstərən, lakin faktiki olaraq oxumayan xarici vətəndaşlara qarşı tədbirlərin görülməsi təklif olunur. Bu hallar sırasına şəxsin təhsil müəssisəsinə qəbul olunmaması, dərslərdə iştirak etməməsi, sənədləri təqdim etməməsi və ya əvvəlcədən təhsil almaq niyyətinin olmaması daxildir. Layihənin müəllifləri bildirirlər ki, son illərdə bəzi hallarda təhsil vizaları və müvafiq sənədlər real təhsil almaq üçün deyil, Rusiyada qalmağın leqallaşdırılması məqsədi ilə istifadə olunur. Onların sözlərinə görə hazırda bu cür hallar ayrıca hüquq pozuntusu kimi müəyyən edilmədiyi üçün tətbiq olunan cəzalar fərqli olur. Qeyd olunur ki, təşəbbüs qəbul edilərsə, tələbə statusundan sui istifadənin qarşısını almağa və cəzaların tətbiqində vahid yanaşmanın formalaşdırılmasına imkan yaradacaq. Rusiyada miqrasiya sahəsində dövlət rüsumlarının artırılmasını nəzərdə tutan qanun layihəsi Dövlət Dumasının Profil Komitəsinə təqdim olunubdur. Məsələyə yaxın günlərdə baxılması və ümumiyyətlə müzakirə müddətinin müəyyənləşdirilməsi gözlənilir. Xatırlayırsınızsa elə ötən həftəki xəbər buraxılışında bu barədə ətraflı məlumat vermişdim və bir həftə ərzində artıq məsələ Dövlət Dumasında müzakirəyə çıxarılıbdır. Beləliklə, layihəyə əsasən bir sıra miqrasiya xidmətləri üzrə ödənişlərin artırılması təklif edilir. Belə ki, xarici vətəndaşlara yaşayış icazəsinin verilməsi üçün rüsum 30.000 rublədək, müvəqqəti yaşamaq icazəsinin verilməsi üçün 15.000 rublədək, iş icazəsinin verilməsi üçün isə 5.000 rublədək artırılması planlaşdırılır. Eyni zamanda xarici işçi qüvvəsinin cəlb edilməsi və istifadəsinə görə verilən icazələr üçün rüsumun hər bir şəxs üzrə 15.000 rubl müəyyənləşdirilməsi nəzərdə tutulur. Bundan başqa miqrasiya ilə bağlı digər rüsumların da artırılması təklif olunur. Bildirilir ki, bu dəyişikliklər dövlət büdcəsinə hər il 15 milyard rubldan çox əlavə vəsait gətirə bilər və miqrasiya sahəsində nizam-intizamın gücləndirilməsinə xidmət edəcəkdir. Paralel olaraq digər qanun layihələrində xarici vətəndaşlar üçün müvəqqəti yaşamaq icazəsinin dublikatının verilməsinə görə dövlət rüsumunun da tətbiqi təklif edilir. Ekspertlər hesab edir ki, qanun layihəsinin qəbul olunacağı təqdirdə yeni rüsumlar ilə yaxın aylarda qüvvəyə minə bilər. Bu səbəbdən sənədlərin mövcud tariflərlə təqdim edilməsi üçün müəyyən vaxt imkanının qaldığı qeyd olunur və bu vaxtdan istifadə tövsiyə edilir. Beləliklə, bu buraxılışımızın da sonuna gəldik. Ən vacib və operativ xəbərləri ilk siz almaq istəyirsinizsə, Zaim Novosti Azərbaycan Telegram kanalına qoşulun və həmçinin də bu YouTube kanalına abunə ola bilərsiniz. Linklər videonun altında və ilk şərhdə yerləşdirilib. Növbəti buraxılışda görüşənədək sağ olun, salamat qalın.